Çoxlu çala çuxurlar, baxımsız vəziyyətdə olan yol. Bərdə rayonunun Məmmədli kəndinin yolu uzun illərdir baxımsızlıqdan bu hala düşüb. Kənd sakinlərinin sözlərinə görə Məmmədli kəndinə qədər olan 7 kilometrlik məsafə yararsız vəziyyətdədir. Məhz buna görə də sakinlərin hərəkəti rayon mərkəzinə gediş-gəlişləri əməlli başlı problemə çevrilib. Bu yollarla gedib gələ bilmirik. Uşaqlarımızı aparırıq. Məktəbdə problem olur, geçişir, çatıra bilmir. Çox çətinlik çəkirik. Uşaqlar məktəbə gedə bilmir. Biri Bakıdan gəlib bu vaxtı şəhərdə qalanda hansı taksiyə deyirsən deyir 30 manat ver aparım. Buna da heç kimin gücü çatmır. Çox pis vəziyyətdə yaşayırıq. Skoru çağırırıq, gec gəlir, vaxtında gələ bilmir. Yol uzaqdır, bədbəxtdir, çox pisdir. Məmmədli kəndi Bərdə rayonunun ən ucqar yaşayış məntəqələrindən biridir. Kəndlə şəhər mərkəzi arasındakı məsafə 40 kilometrdən çoxdur. 200 fərdi yaşayış evi olan kənddə 1000 nəfərə yaxın sakin yolsuzluqdan əziyyət çəkir. Sakinlər bildirirlər ki, şəhər mərkəzinə tək çıxışı olan kənd yoluna bu vaxta qədər bir dəfə də olsun asfalt örtüyü döşənməyib. Yolda olan çalalar avtomobillərin rahat hərəkətinə maneə yaradır. Yağış yağdıqda isə palçıqlı yolda piyadalar çətinliklə hərəkət edirlər. Nazırlı kəndi ilə bizim kəndin arası 7 kilometrdir. O 7 kilometri biz gedib gələ bilmirik. Həmçinin kənd daxili yollarımız bərbad gündədir. Bütün bu yollarımız bərbaddır. Burada vabşeyim nə maşın, nə insan, mal da hərəkət edirəm. Yol yəni bizə yol, su, yəni yaşayan adama yol lazımdır. Yol pis vəziyyətdəyik. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan 43 saylı yol istismar idarəsindən bildirilib ki, sözgedən avtomobil yolunun bərpası ilə bağlı aidiyyəti üzrə məlumat verilib. Dövlət proqramı əsasında yolun bərpası nəzərdə tutulub və vəsait ayrılan kimi avtomobil yoluna asfalt örtüyü çəkiləcək.